təvəkkül edənlərin də dərəcələri fərqlidir. Təvəkkülün ən aşağı dərəcəsi budur ki, bəndə Allahla dünyada birini vəkil tutur, o münasibətdədir. Məsələn, bir işlərin var, o işləri görmək üçün gedirsən, bir vəkil tutursan, sənin adından o işləri görür. Amma yenə içində bir tərəddüd var, birdən səni aldada bilər, sənə xəyanət eləyə bilər. Bu ehtimallar var. Bəzən insanlar Allahla təvəkkülü bu cürdür. Təvəkkül yəni Allah özünə vəkil seçirsən, işləri Allaha həvalə edirsən. Bəziləri bu cürdür, işi Allaha həvalə etsə də içində bir tərəddüd qalıb, bir sıxıntı qalıb. Necə ki, adi bir insana məsələn vəkil seçib özünə. İkinci mərhələ budur ki, insan Allaha təvəkkül etdikdə, Allah özünə vəkil seçdikdə uşağın ana ilə olan münasibəti kim olsun bu münasibət? Uşağın anası ilə münasibəti nə cürdür? Uşaq anasının yanında rahatlıq tapır, anaya sığınır. Anasını istəyəndə yalvarır, ağlayır, qışqırır, anasına sarılır. İnsan da Allahla bu münasibətdə olmalıdır. Bütün sıxıntılarında, bütün çətinliklərində Allaha sığınmalıdır, yalvarmalıdır. Rahatlığını Allahın yanında tapmalıdır. Necə ki görsən də uşaq da bu cürdür də, başqasında rahatlıq tapanmır. Körpəlikdən bu cürdə. Elə ki anasının qucağına verildi, onda rahatlıq tapır. Heç kəsin görsən qucağına getmək istəmir. İnsan da bütün qapılardan üzünü çevirib yalnız Allahın qapısına, mərhəmətinə, rəhmətinə, Allahın qüdrətinə sığınmalıdır.